İndi mən Tordas ORM-ni yükləyəcəm. Pip install yazıram. Install Tordas ORM. Bunu belə yazsam, yükləsəm yüklənəcək, okeydir, amma bunu Flaskda falan belə yükləyirlər. Bizə lazımdır ki, Fast API paketləri də bununla birgə gəlsin. Ona görə nə yazıram? Fast API yazıram. Enter vururam, yükləmə başlayır. Nəyə görə Tordas ORM? Yəni bunun alternativ variantları da var, yəni digər variantlar da var. SQL Alchemy-də istifadə edə bilərik. Yükləmə bitdi. SQL Alchemy-də istifadə edə bilərik. Pony ORM-də istifadə edə bilərik. Nədir bu ORM? Object Relational Mapping. Bizim databazada SQL kodları yazırıq. Düzdürmü? Databazada bir cədvəl yaratmağa ya da yeni bir item yaratmaq üçün SQL kodları yazırıq. Ya da ki Pythonda Python kodları yazırıq təbii ki. Pythonun içərisində Python kodları yazaraq databazada nəsə bir item yaratmaq istəyirsə, bu zaman Object Relational Mapping-dən istifadə edirik. Yəni bir paketdən istifadə edirik. Mən Tordas ORM ilə davam etmək istəyirəm. Çünki Tordas ORM biraz digərlərinə nisbətən rahatdır. Asinxron dəstəyi var, yəni digərlərində məsələn sinxrondur, Django-da məsələn sinxrondur. SQL Alchemy-də asinxron deyil, o da sinxron gedir. İndi gəl burada baxsam Python 3m pip Tordas ORM yazıram. Burada bir şey səhv yazdım. Burada pip yox, pip show yazmalıydım ki, Tordas ORM haqqında məlumatı görək. Bu şəkildə bizə bir cavab qaytarır. Deyir name Tordas ORM versiyası 0.25.1. Burada müəllifi göstərir Andrey Bondar falan. Deməli yükləndi. Ya da pip freeze yazıram. Böyükdür işarəsi requirements.txt-yə yazsın. Görək hansı paketlər var. Bura baxıram, baxın Tordas ORM gəlir və lazım olan paketləri də özündə gətirir avtomatik Fast API paketlərini. İndi gəlib burada import edirəm, deməli from tordas.contrib Fast API-dan import edirəm register Tordas. Nədir bu register Tordas? Biz bu Fast API proyektini çalışdıranda burada bir database yaratmaq üçün bundan istifadə edirik və gəlib burada name main-in içərisində yazıram ki, register Tordas mötərizələri açıram. Bir dənə app istəyir. Yuxarıda appimi daxil edirəm. Baxın burada mənim appim var. Daxil etdim bunu. Daha sonra vergül atıram. Config istəyir, bu ehtiyac yoxdur. Database URL istəyir. Yazıram db URL bərabərdir SQLite 2.2/ Bunu yazandan sonra yazıram mydb.sqlite3 olsun. Yəni burada mydb.sqlite3 database yaradacaq, folder yaradacaq. Daha sonra, daha doğrusu folder yox, database faylı yaradacaq. Daha sonra baxıram burada nə var? Generate schema var. Generate schemas yazıram. True. Yəni baxacaq, əgər bu databaza faylı varsa yaratmayacaq, yoxdursa yaradacaq. Bir də bizə lazımdır burada nə? Baxın modullar var. Gəlib yazıram modules bərabərdir. Bu da bir dictionary olacaq və içərisində yazıram modules 2 nöqtə. Burada isə bir dənə list olacaq. Nədir bu modules? Mənim modellərim olacaq. Məsələn, mən burada Pydantic modeli yazmışdım bir dənə. Bu nə üçün idi? Buradan gələn datanı yoxlayır, validate edir. Doğru formada data gəlibmi onu yoxlayırdı. Mən digər burada deyirəm ki, my models.python və gəlib burada deyirəm class to-do. Bir dənə to-do modeli yaradıram. Bu model artıq bizim SQL kodlarından işləməyimizə kömək olacaq. Yəni Object Relational Mapping prosesini aparmağa kömək olacaq. Gəlib deyirəm ki, to-do'mun nəyi olmalıdır? Description olmalıdır, düzdürmü? Bərabər olsun. İndi burada fieldləri yazmaq üçün deyirəm from Tordas'dan import elə models-i, bir də fields-i. Daha sonra deyirəm bu to-do miras alsın models.modeldən və description bərabərdir fields.text field olsun bu. Text field. Və bir də bizim isActive-imiz var idi. isActive bərabərdir fields.boolean field olacaq və default olaraq da ki bərabərdir false olsun. Bu şəkildə yazıram. Bir də bizim ID olmalıdır. ID bərabərdir fields.integer field və bu da ki primary key olsun. Primary key nədir? Bunu araşdırın məncə. Primary key bərabərdir true yazıram. Yəni axtarış edəndə nəsə tutaq ki, hansısa to-do item axtarıram, bu ID əsasən axtaracağam. Üstəgəl ID-ni mən əlavə etməyəcəm. Özü databazada baxacaq ki, birinci var, ikincini yaradacaq, ikinci varsa üçüncünü yaradacaq. Bu şəkildə davam edəcək. Yəni əsas axtarış fieldidir. Əsas yəni açar field budur. Belə bir modelim oldu. Əla. İndi gəlib bu modeli bura import edirəm. Deyirəm ki, from mymodels.pythondan import elə to-do modelimi. Artıq bu model nə idi? Pydantic modeli idi. Datanı yoxlayırdı. Bu model isə bizim buradan gələn datamızı nə yazmışdım adına? mydb.sqlite 3-də bizim to-do'ları yaratmaq üçün istifadə edəcəyimiz bir modeldir. Yaxşı, bəs burada models.model nə iş görür? Burada artıq biz heç bir create, delete, update metodları yazmırıq. Avtomatik bu özü
həmin metodları bizə verir. Baxın, go to definition deyirəm. Aşağı gəlsəm, aşağılarda olmalıdır create, update falan. Baxın, update or create var, create var. Yəni bu kimi metodları bizə verir. Okay, buranı bağlayıram. Bu VMware-ni də bağlayıram. Deməli nə edəcəm? Burada to-do'mu import edəndən sonra gəlib deyirəm ki, burada yeni bir to-do yaratmalıyam, düzdürmü? Deyirəm new to-do bərabərdir. Bu to-do modelinin üzərindən artıq mən create-i çağıra bilirəm. Baxın, bu hardan gəlir? Baxın, models.modeldən miras almışıq deyə bizə create metodu verir və deyirəm ki, mən nə yaratmalıyam? To-do item yaratmalıyam. To-do-nu yaratmaq üçün bizə nə lazımdır? Description və isActive lazımdır. isActive olmaya da bilər. Gəlib deyirəm description bərabərdir nəyə? To-do item nöqtə description-a və bir də isActive bərabərdir to-do item nöqtə isActive-ə. Burada desəz ki, to-do item-dan isActive göndərməsə nə olacaq? Avtomatik özü bu, yəni bu to-do validate bizə false qaytaracaq. Ona görə rahat istifadə edə bilərik. Gəlin belə eləyək. Burada yazıram ki, yeni item əlavə edildi. 2 nöqtə. Burada da yazıram ki, to-do item nöqtə, daha doğrusu new to-do nöqtə id. New to-do-nu yaradanda id-ni özü verirdi deyə id-ni rahat şəkildə çağıra bilirəm. Bu şəkildə bir dənə to-do yaradırıq və geriyə də return edirik nəyi? Belə bir mesaj. Deyirik ki, yeni item əlavə edildi. ID-si də budur. Ya da belə yaza bilərik. Item əlavə edildi. ID 2 nöqtə bu şəkildə yaza bilərik. İndi nə edək? Bu modules içərisinə gəlib yazıram ki, my models. Yəni bu my models-dakı modelləri yaratmağa çalışacaq. Daha sonra nə edirəm? Python index.python-ı çalışdırıram. Burada to-dos create hissəsinə daxil oluram. İcazə vermir, amma gəlib burada docs yazsam, enter vursam, Swagger-dən istifadə edirəm və gəlib burada baxın try out vururam və burada yazıram ki, item 1 isActive-dəki false olsun. Execute edirəm. Görək nə cavab qaytarır. Deyir ki, internal server error, server xətası baş verdi. Bura baxıram. Nəyə görə server xətası baş verdi? Register tordas bizim databaza faylımızı yaratmadı heç. Biz əgər tordas ORM ilə işləyiriksə, dedik ki, bu asinxron proseslərlə işləyir, asinxron funksiyalarla işləyir. Ona görə gəlib bunu bu şəkildə yazıram. Await elə cavabı və burada await istifadə etməkdən ötürü biz funksiyanı asinxron etməliyik bu şəkildə. Belə yazdım. İndi gəlin bu şəkildə yoxlayaq. Burada refresh atıram. Yenidən try out vururam və burada item 1 deyirəm, execute edirəm. Yenə internal server xətası aldıq. Burada deməli problem nədir? Burada modules yazdıq. Okay, bura models yazmalıydı. Models. Daha sonra bir də bu tordas burada yox. Gəlin burada fast API yaratdıqdan sonra əlavə eləyək bunu bu şəkildə. Bunu da silirəm. Burada yazdım və avtomatik reload olur deyə, yəni server çalışır deyə. Burada databazamı yaratdı, içərisinə baxıram. Baxın, to-do'nun içərisində heç bir data yoxdur. Gəlib mən burada yenidən datanı yaradacağam. Yenidən execute edirəm. Gəlin bura baxaq. Bunun içərisində görək nə var. Item olaraq item 1-i gətirdi. isActive-dəki 0 gəlir. Yəni false-dur. Tamam, burası okay. Kiçik bir dəyişiklik eləyək. Burada birbaşa app'in özünü daxil edirəm, app kimi. Yenidən gəlib burada cancel deyirəm və try out vururam. Burada item 2-ni true şəkildə göndərəcəm. Execute edirəm. Baxın, yeni item əlavə edildi. ID-si 2 oldu. Tamam, gəlin bir də new item 3 deyək. Burada false deyirəm. Ya da heç bunu göndərmirəm. Bu şəkildə execute edirəm. Baxın, yeni item əlavə edildi. ID-si 3 oldu. Tamam, bu da əla. Gəlin bir də belə bir şey eləyək. Deyirəm ki, isActive bərabərdir. Belə bir rəqəmlər atıram. Execute edirəm. Bu dəfə də bir xəta qaytaracaq. Baxaq görək bu new item 3-ü isActive 567 belə bir data yaratdı mı? Baxın, burada item 1, item 2, item 3 gəldi. Amma axırıncı əlavə etdiyim 4-cü gəlmədi. Çünki orada to-do validate yoxladı, səhv oldu. Ona görə özü cavab qaytardı. Bura girməyə qoymadı. Yəni bu şəkildə biz bir datanı necə yaratmaq olar? Yəni databazada SQLite 3-də necə əlavə etmək olar? Onu göstərdim sizə. CRUD prosesləri nədir? CRUD. Yəni burada birinci proses create eləməkdir. Yəni datanı yaratmaqdır. Biz datanı yaratmağı gördük. Post vasitəsilə gələn datanı burada bu yoxlayır. Əgər doğrudursa, gəlib bir dənə to-do create eləyir. İndi bundan sonra biz read-i, update-i və delete-i görəsiyik. Bunlar qalsın növbəti dərsə. Növbəti dərsdə mən sizə bunları göstərməyə çalışacağam. Bir də burada MyDB SQLite 3 var. MyDB SQLite 3 şımı var. Bir də MyDB SQLite 3 val var. Bunlar nədir? Bizim databaza əslində budur. Əslində burada işləyirik. Amma bunlar nədir?
Bunlar müvəqqəti fayllardır. Silə də bilərik. Bunu görməzdən gələ də bilərik. Yəni proqramın içərisindən buradan söndürə də bilərik. Heç bunlar yaranmasın. Amma bunlar nə edir? Baxın bu write ahead log adlanır bunun açılışı. Nə iş görür? Birinci datanı yaradanda burada yaranır. Daha sonra birbaşa bu SQLite 3-ə yazdırır. Bu bizim sürətli işləməyimizə kömək eləyir. Daha sonra burada bir də şımı var. Bu da nə işə yarayır? Shared memory-dir. Yəni bu valla bu databazanın arasındakı əlaqələri yaradır. Bizə əsas lazım olan MyDB SQLite 3-dür. Yəni burada görürsüz ki, datanı bura əlavə eləyir. Burada görürük. Bunları söndürə də bilərik, amma lazım deyil. Bu Tordos ORM ilə gələn, yəni default olaraq gələn bir şeydir. Yəni bunu söndürməyə ehtiyac yoxdur. Sadəcə burada mən gitignore-da bunları söndürəcəm ki, bunlar GitHub-da paylaşmayın bunları. Siz bunlara gəl mənim yazdığım prosesləri özünüz yazsaz, bunlar özü də sizdə yaranacaq və özünüz databazdan istifadə edə biləcəksiniz. Kanala dəstək olmağı unutmayın. Fast API folderinin altında paylaşdığım kodları GitHub hesabında paylaşıram və videonun altında link qoyuram. Həmin repoya ulduz versəz sevinərəm. Bir də burada proyektin işini dayandırıram. Ctrl-C, CLS yazıram. Baxın, proyektin işini dayandıran kimi həmin o fayllar silinir. O fayllar müvəqqətidir dediyim kimi. Bu video bu qədər. Növbəti videoda görüşəndək.